Bismillah. Bu həftədən sonra 3 bürc üçün həyat daha asan olacaq. Bu həftədən sonra bəzi bürclər üçün həyatın axarı xeyli yüngülləşə bilər. Astroloji proqnozlara görə xüsusilə bu 3 bürc rahat nəfəs alacaq. Boğa, son vaxtlar üzərində olan maddi və iş təzyiqi azalacaq. Yeni imkanlar və pul qapıları açıla bilər. Ətrafınızdan dəstək görəcəksiniz və qərarlarınız daha uğurlu olacaq. Şir, enerjiniz yüksəlir və həyatınızda maneələr bir-bir aradan qalxa bilər. Xüsusilə iş və şəxsi nüfuz sahəsində uğur görünür. Gözlədiyiniz bir xəbər sizi sevindirə bilər. Balıqlar, daxili gərginlik və qarışıqlıq azalacaq. Taleyinizdə sanki yeni bir səhifə açılır. Maddi və mənəvi baxımdan daha rahat bir dövrə keçə bilirsiniz. Əlavə qeyd, bu günlərdə xüsusilə su və torpaq elementləri bürclər üçün enerji daha müsbət sayılır.